Salam, mən Ceyhun Əhədov, coğrafiya üzrə təlimçi müəllim. Bu gün sizlərə MİQ və sertifikasiya imtahanına düşə biləcək 20 ən çətin tipli tapşırıqların izahı ilə yaxından tanış edəcəm. İndi isə keçək suallara. Sual belədir. 1. 1 bölünsün 60.000 miqyaslı xəritədə 25 sm kvadrat sahə tutan bağın sahəsi 25% azalarsa, onun sahəsi neçə kvadrat kilometr olar? İlk növbədə biz miqyasın kəmiyyətini tapırıq. Tapırıq ki, 1 sm-ə 0,6 kilometr düşür. Bunu sahəyə çevirmək üçün biz hər iki tərəfi müvafiq olaraq kvadrata yüksəldəcəyik. Buradan 1 sm kvadratına 0,36 kilometr kvadrat düşəcək. Sadə tənasüb quracağıq. 25 sm-in kvadratına isə x. X bərabərdir 9 kilometrin kvadratı. Bu bizim faktiki sahəmizdir. Biz əgər bunu 25% azaltsaq, bu nə qədər olacaq? Beləliklə 9-a qeyd edəcəyik 100%, x-ə isə 25% azaltsaq, müvafiq olaraq 75% olacaq. X bərabərdir 6,75 sm kilometr kvadrat. Tapşırığın doğru cavabı D variantına uyğun gəlir. Sual 2. Xəritədə 9 bütöv paletka damasına uyğun gələn ərazinin həqiqi sahəsi 20,25 kvadrat kilometr olarsa, xəritənin miqyasını tapın. Biz 9 bütöv paletkanın xəritədəki sahəsini tapmaq üçün müvafiq olaraq 9-u böləcəyik 4-ə və yaxud da 0,25-ə vuracağıq. Çünki bir paletkamız 0,25 sm kvadratdır. 9-u 4-ə böləndə edəcək 2,25 sm kvadrat. Müvafiq olaraq düsturdan istifadə etsək, miqyas bərabərdir kök altında həqiqi sahə bölünsün xəritədəki sahə düsturundan istifadə etsək, miqyas bərabərdir kök altında 20,25 bölünsün 2,25 bərabərdir kök altında 9. Buradan da 3 kilometr çıxacaq. Müvafiq olaraq 3 kilometrin də yanına 5 sıfır atsaq, biz ərazinin miqyasını tapacağıq. Yəni, bu xəritənin miqyası 1 bölünsün 300.000 olacaq. Sual 3. Sual belədir. Dünya xəritəsində 50 dərəcə qərb uzunluğu və 10 dərəcə şərq uzunluğu arasında 50 dərəcəlik paralel üzrə 20 sm olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyası bizdən tələb edir ki, tapın. Deməli, burada bu miqyası tapmaq üçün 50 dərəcə qərb uzunluğu ilə 10 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi müvafiq olaraq 60 dərəcəyə bərabərdir. 60 dərəcəni biz vuracağıq 71,7 kilometrə. Bu hardan çıxdı? 50 dərəcəli paraleldə 1 dərəcəlik qövsün uzunluğu 71,7 kilometrdir. Buradan alınan rəqəm 4302 kilometr olacaq. Bunu da xəritə üzərindəki məsafəyə, yəni düsturumuz belədir, həqiqi məsafə bölünsün xəritə üzərindəki məsafə. 20-yə böldükdə alınan rəqəm 215,1 kilometrdir. Bunu da yanına 5 sıfır atsaq və yaxud da 100.000-ə vursaq, alınan cavab tapşırığın A variantına uyğun gələcək. Növbəti sualımız 4-cü sualdır. Sual belədir. 21 mart tarixində Gəncə şəhərində günəşin yerli vaxtla 6:10-la çıxdığı nəzərə alaraq, aşağıda verilmiş hansı saatda kölgənin uzunluğu daha uzun olar? Burada bunu izah etməkdən ötürü sizə bir sxem qeyd edəcəm. Bu sxemdə günəşin çıxma və batma vaxtları qeyd olunacaq. Burada qeyd edək Gəncə şəhəri. Ümumiyyətlə, istənilən məntəqədə günəşin üfüqdə ən hündürdə olduğu vəziyyət günorta saat 12:00-dur. Yəni, hər gün 12:00-da biz səmaya baxsaq, günəşin üfüqdə ən hündürdəki olduğu vaxtı müəyyən edəcəyik. Günəşin 6:00-da çıxdığını nəzərə alsaq, tapşırığa əsasən qeyd edirəm mən bunu. Deməli, 12 saat sonra batdığını şahid olacaq. Yəni, 18:00-da batacaq. Çünki 21 martda deyir, gecə-gündüz bərabərdir. 12 saat gecədə, 12 saat gündüzdür. Kölgə nə zaman uzun olacaq? Kölgə ümumiyyətlə çıxan vəziyyətdə, çıxdığı vəziyyətdə, bir də batdığı vəziyyətə yaxın vəziyyətdə ən uzun kölgə məntəqədə bu iki müddətdə olacaq. Yəni, çıxdığı vaxtdan qısa bir müddət sonra, batdığı vaxtdan qısa bir müddət əvvəl müşahidə ediləcək.
Biz cavablara baxırıq, görürük ki, hansı 6-ya yaxındır, hansı 18-ə yaxındır. Burada variantların içərisində 6:05 daha yaxındır. Çünki Günəş burada cəmi 5 dəqiqədir çıxıbdır. Amma 18:00-a yaxın olan cavab, ən yaxın olan cavab 16:39-dur. Bu da hələ 1 saat, deməli 21 dəqiqə qalıb ki, Günəş batsın. Ona görə də ən uzun olduğu müddət 6:05 olacaq. Bu da tapşırığın B variantına uyğun gələcək. Növbəti sualımız 5-ci sualdır. Sual belədir. Yerin meylliyinin dəyişməsi nəticəsində tropiklər arasındakı məsafə 3885 kilometr olarsa, qütb dairələri hansı enliklərdən keçər? Müvafiq olaraq 3885-i biz 1 dərəcəli meridian qövsünün uzunluğuna, yəni 111-ə böləcəyik. Buradan alınan rəqəm 35 dərəcə edəcək. Bu, nəzərə alaq ki, bizim tropiklər arası məsafədir. Tropiklər dərəcə fərqi. Tropiklər arası əgər 35 dərəcədirsə, biz tropikin dərəcə qiymətini tapmaq üçün 35-i müvafiq olaraq 2-yə böləcəyik. Buradan alınacaq 17,5. Yəni bizim tropikin dərəcə qiyməti 17,5 dərəcədir. Tropikin dərəcə qiyməti tapılandan sonra qütb dairəsinin dərəcə qiymətini tapmaq rahatdır. Belə ki, 90 çıxılsın 17,5 72,5 alınacaq. Beləliklə qütb dairəsi 72,5-dir. Qütb dairələri 72,5-dən keçir və tapşırığın doğru cavabı D variantına uyğun gələcək. Sual 6. Sualımız belədir. A məntəqəsi 137 dərəcə şərq uzunluğunda yerləşir və burada yerli vaxtla tarix 12 fevral saat 16:48 dəqiqədir. B məntəqəsi 161 qərb uzunluğunda yerləşirsə, orada tarixi və günü müəyyənləşdirir. Beləliklə biz verilən dərəcələrimiz 180-ə daha yaxın olduğuna görə biz ortadan Qrinviç meridianı yox, 180 dərəcəli meridian çəkəcəyik. Belə olduğu təqdirdə buradan qərb uzunluğunu yazacağıq, yəni 161-i, digər tərəfdən şərq uzunluğunu, yəni 137-ni qeyd edəcəyik. Beləliklə burada 12 fevral saat 16:48 dəqiqədir. Yəni harda? Şərq uzunluğunda. Müvafiq olaraq şərq istiqamətinə doğru gələndə arasında dərəcə fərqi nə qədərdir? Buradan Qrinviç meridianına qədər 43 dərəcə, buradan deməli Qrinviç meridianına qədər olan dərəcə fərqi 19 dərəcədir. 43 plus 19 bərabərdir 62 dərəcə edəcək. 62 dərəcəni biz saat və dəqiqə çevrəsi olsaq 15-ə böləcəyik. 4 saatımız 60 dəqiqə, qalan 2 dərəcəni də 4-ə vuranda edəcək 8 dəqiqə. Yəni 4 saat 8 dəqiqə zaman fərqi olacaq. Şərqə doğru, şərq istiqamətinə doğru gedəndə saatı üstə gələcək. Yəni 16:48 üstə gəlinsin 4 saat 8 dəqiqə. Buradan alınan rəqəmimiz olacaq 56:20. 20:56. Yəni burada saat olacaq 20:56. Tarixə doğru gəldikcə isə bura qərb uzunluğudur. Qərbə doğru keçəndə bir gün geri olacaq. Burada 12 fevraldır, burada olacaq 11 fevral. 11 fevral 20:56 cavabı tapşırığın doğru cavabıdır. A variantına uyğun gəlir. Sual 7. Sualımız belədir. Yerin 40 metr dərinliyində temperatur 20 dərəcə, 440 metr dərinliyində isə 36 dərəcə olarsa, geotermik pilləni hesablayın. Bu tipli tapşırığın yazılmasının qısa və rahat qaydasını sizə izah edəcəm. Belə olan halda bura 0 metr yer səthi qeyd edirsiniz. 40 metr dərinlik çəkirsiniz və 40 metr dərinliyə temperaturu qeyd edirsiniz. Nə qədər temperatur? 20 dərəcə Selsi. Və digər dərinliyimiz 440 metrdir. Yazırıq buradan 440 metr. 440 metr dərinlikdə isə temperatur 36 dərəcədir. Qeyd edirik bura 36 dərəcə. Hər ikisinin arasındakı fərqi tapırıq. Burada edəcək 400 metr, digərində edəcək 16 dərəcə fərq. Beləliklə 400-ü də 16-ya böləndə edəcək 25 metr. Geotermik pilləmiz 25 metrdir. Tapşırığın A variantına uyğun gəlir. Sual 8. Sualımız belədir. Gəlin yaxından tanış olaq sualla. Udulan radiasiya əks olunan radiasiyanın 70%-nə bərabərdir. Udulan radiasiya ilə əks olunan radiasiyanın fərqi 36 kilokalori santimetr kvadrat olarsa, yer səthinə düşən ümumi günəş radiasiyasının miqdarını hesablayın. Deməli, ilk öncə nə edək? Udulan radiasiya əks olunan radiasiyanın 70%-nə bərabərdir.
Birinə x deyək, birinə %70x desək, yazaq x minus, çünki arada fərqdən söhbət gedir. 0,7, %70-i 0,7x formasında da yaza bilərik. Bərabərdir, bu fərq 36-ya bərabərdir. 36. Müvafiq olaraq 0,3x bərabərdir 36, x bərabərdir 120. Deməli, 120-dən 36 deməli, udulan radiasiya ilə əks olunan radiasiyanın fərqi 36-dır. Deməli, çıx 36 bərabərdir 84. Müvafiq olaraq udulan və əks olunan radiasiyaların cəmini istəyir bizdən. Ümumi radiasiyanı istəyir. Yəni, ümumi radiasiya nə deməkdir? Əks olunan udulan radiasiyanın cəmi. 120 plus 84 bərabərdir 204. Kilokalori böl santimetr kvadrat olacaq ümumi radiasiyamızın miqdarı. Cavab B variantına uyğun gələcək. Sual nömrə 9. Gəlin sualla yaxından tanış olaq. Əks olunan radiasiya udulan radiasiyanın 4də 3 hissəsinə bərabərdir. Ümumi günəş radiasiyasının miqdarı da 140 kilokalori santimetr kvadrat olduğunu bilərək əks olunan radiasiyanın miqdarını tapın. Bu sualın əslində izahı uzundur. Mən sizə burada qısa və düz tapmağınız üçün rahat bir üsulu öyrədəcəm. Burada 4də 3-ü müvafiq olaraq 3x plus 4x formasında qeyd edəcəm. 140-a, bərabər 140-a. Həmişə belə olurmu? Bəli. Bu tipli sualları həmişə belə yazsanız düz çıxacaq. Müvafiq olaraq 7x bərabərdir 140, x bərabərdir 20. Bu belə. Bizdən nəyə soruşur? Əks ondan soruşur. Əks onları biz burada 3x ilə ifadə etmişik. Vurulsun 3-ə, bərabərdir 60. 60 bizim sualın doğru cavabıdır. Y variantı. Qısa və doğru cavabı tapmaq üçün ən yaxşı sual izahı belədir deyə bilərik. Bu tipli suallarda da bu cür yanaşsanız, bu sualı doğru həll edə bilərsiniz. Sual nömrə 10. Sualla tanış olaq. Hava 20 dərəcədən 10 dərəcə aşağı düşdükdən sonra 1 kub metr havadan 3,75 qram su buxarı ayrılmışdır. Yəni kondensasiya verilmişdir. Buna əsasən 20 dərəcə temperaturda havanın nisbi rütubəti neçə faiz olacaq? Biz burada birinci düşünməliyik ki, 20 dərəcədən 10 dərəcəyə düşübsə, temperatur olubdur 10 dərəcə Selsi. 10 dərəcə nə qədər saxlaya bilər? 9 qram. 9 qramı saxlayıb 3,75 qramını saxlaya bilməyib, kondensasiya edib. Deməli, əvvəl nə qədər olubmuş ki, 9-unu saxlayıb 3,75-ini saxlaya bilməyib. Plus 3,75 bərabərdir 12,75 qram bizdə su buxarı olubdur. Sualda da deyir ki, bəs 20 dərəcə temperaturda 12,75 qram neçə faiz təşkil edir? X faiz. 17 dərəcəyə də, 17 qrama da 100 faiz. Müvafiq olaraq 20 dərəcə temperatur 17 qram saxlaya bilər. 17x bərabərdir 100 vurulsun 12,75, x də bərabərdir 75 faiz. Bu da tapşırığın Y variantına uyğun gəlir. Sual nömrə 11. Sualımız belədir. Icebergin su altında qalan qalınlığı 44 metr olarsa, su üstündəki hündürlüyü neçə metr olacaq? Ümumiyyətlə, biz okean səviyyəsi qeyd edirik. Icebergin biz bilməliyik ki, 3/2 hissəsi suyun altında olur, 3/1 hissəsi suyun üzərində olur. 3/2 hissəsi 44 metr olan ədədin 3/1 hissəsi 22 metrə bərabərdir. Bizdən də su üstündə qalan hündürlüyünü istəyir. Yəni, neçəni istəyir? 22 metri. Doğru cavab C variantına uyğun gələcək. Növbəti sualımız 12-ci sualdır. 12-ci sual belədir. Azov dənizinin 5 litr suyuna Qara dənizin neçə litr suyunu əlavə etsək, duzluluq 14,25 promil olacaqdır. Ümumiyyətlə, biz bilməliyik ki, Azov dənizin duzluluğu 12 promildir, Qara dənizin duzluluğu 18 promildir. Bunu bilməklə biz sualın böyük bir hissəsini həll eləmiş olacağıq. Sualdan sadə tənasüb quraq. Deməli, 5 litr suyun deyil, yazıram 5 plus, bilmirik Qara dənizin suyu nə qədərdir, bunu x ilə ifadə edəcəyik, bərabərdir. 5-i 12-yə vuranda neçə eləyəcək? 60. İkinci tərəfdə duzluğu yazacağıq. Plus 18x bilmirik nə qədərdir. 18x Qara dənizin nə qədər su əlavə olduğunu bilmirik. Aşağıdan da sadə tənasüb qururuq. 1-ə də 14,25. Sadə tənasüb quracağıq. Yəni,
5-i vuracağıq, 5 və x-i vuracağıq 14,25-ə, 1-i də vuracağıq 60 və 18-ə. Beləliklə 5-i 14,25-ə vuranda edəcək 71,25 plus 14,25x bərabərdir. 1-i 60-a vuranda edəcək 60 plus 18x. 18x-dən çıxıram 14,25-i, yəni 14,25 plus olduğuna görə bunu digər tərəfə keçirəndə edəcək minus 3,75 x-ə bərabərdir. Bərabərdir 71,25-dən də 60-ı çıxanda 11,25 qalacaq. 11,25. X də bərabərdir 11,25 bölünsün 3,75-ə. Bu da bərabərdir 3 litrə. Yəni biz 3 litr qara dənizin suyunu əlavə edəcək. Ümumi duzluluğumuz olacaq 14,25. Doğru cavab tapşırığın C variantına uyğun gəlir. Növbəti sualımız 13-cü sualdır. Gəlin sualın izahı ilə yaxından tanış olaq. Çay şəbəkəsinin sıxlığı 8 km/km2, miqyas 1/25 milyon olarsa, çay şəbəkəsinin uzunluğunun 14 sm göstərilmişdir. Çay su toplayıcı hövzəsinin sahəsini hesablayın. İlk növbədə biz buradan miqyasın kəmiyyətini tapaq. Tapacağıq ki, 1 sm-ə uyğun gəlir 250 kilometr. 14 sm-ə isə uyğun gələcək x. X bərabərdir 250-ni 14-ə vuranda edəcək 3500 kilometr. Bunu da deməli sadə tənasüb də qura bilərik. Sadəcə qısa 8-ə də bölə bilərik. 8 km/km böləndə qalacaq 437,5 kvadrat kilometr. Çünki kilometrlə kilometr ixtisara gedir burada. Deməli, burada hövzənin sahəsi 437,5 kvadrat kilometr olacaq ki, bu da tapşırığın Y variantına uyğun gələcək. Sual nömrə 14. Sualla yaxından tanış olaq. Sual ÜDM-ə aid bir sualdır. Ölkədə ÜDM-in həcmi ÜMM-in həcmindən 2 dəfə çoxdur. Ölkə xaricində istehsalın həcmi isə ÜMM-dən 2,5 dəfə az. Əgər yerli şirkətlərin ölkə daxilində istehsalını 40% azaldıb, xarici şirkətlərin miqdarını 10% artırsaq, ÜDM neçə faiz azalmış olacaq? İlk növbədə bu sualı izah etməkdən ötürü ÜDM-in çox sadə bir düsturunu sizə qeyd edəcəm. Gəlin düsturla tanış olaq. ÜDM-də biz xarici şirkət qeyd edirik, eyni zamanda yerli şirkət. ÜMM-də həm yerli, həm də xaricdəki. Bax, burada bu ÜDM-dən fərqlənir. Ona görə də əslində bu sualı birinə 0,5x deməliyik, çünki onun yarısı qədərdir. Amma mən bunu rahat olsun deyənə, birinin digərinə 2 dəfə çox olduğunu nəzərə alıb, buna 100, digərinə 50 qeyd edəcəm. Yəni, ÜMM-i 50 qeyd edəcəm. Beləliklə, 50 100-dən 2 dəfə az olmuş olacaqdır. Yəni, burada yanlış heç bir şey yoxdur. Yəni, qısa və rahat izahı bunun bu olacaq. Deyir ki, ÜMM-in deməli, xaricdəki payı ÜMM-dən 2,5 dəfə azdır. Yəni, bundan 2,5 dəfə azdır. Beləliklə, 50-ni 2,5-ə böləndə düşəcək 20. Aha, deməli, bunun miqdarı 20-dir. Bu 20-dirsə, bu 50-dirsə, bu neçə olacaq? 30. Bu 100-dürsə, bu 30-dursa, bu neçə olacaq? 70. Çünki bu ikisinin cəmi buna bərabərdir, bu ikisinin də cəmi buna bərabərdir. İndi gəldik sualın ikinci hissəsinə. Deyir ki, əgər yerli şirkətlərin daxildəki istehsalını 40% azaltsaq, 30-un 40% neçə eləyir? 12. 30-u 40-a bölüb 40-a vurub 100-ə böləndə 12 eləyəcək. 30-u 12 azaldanda, yəni 30-dan 12 çıxanda qalacaq burada 18. Digərini isə 10% artırsaq, 70-in də 10%-i 7-dir. 7 artıranda edəcək 77. Əvvəl nə qədər idi toplam? Əvvəl toplamda 100 idi. İndi nə qədər olacaq toplamda? Toplasaq edəcək 95%. 100-dən düşdü 95-ə. Deyir, nə qədər azalmış olacaq? Cəmi 5% azalmış olacaq. Tapşırığın doğru cavabı Y variantına uyğun gəlir. Sual nömrə 15. Gəlin sualla yaxından tanış olaq. Sual belədir. 2010-cu ildə ölkə əhalisi 60,5 milyon nəfər, təbii artım 18 nəfərdir. Mexaniki artım isə -6 nəfərdir. Yəni, burada azalmadan söhbət gedəcək. Təbii və mexaniki artım dəyişməz olaraq qalarsa, 2020-ci ildə ölkə əhalisi nə qədər olacaq? Normalda biz 1000-ə 18 və 1000-ə -6 hesablamalıyıq. Yəni, burada 18 artımdan söhbət gedirsə, -6 azalmadan söhbət gedəcək.
İkisinin bir-birindən fərqi 12 edəcək. Yəni ümumi artım 12 nəfərdir. Yəni 1000-ə 12 nəfər olacaqdır. 60.5 milyona bəs neçə nəfərdir? 60.5 milyona olacaqdır artım x nəfər. X bərabərdir, deməli 60.5 milyonu 12-yə vurub 1000-ə böləcəyik. Buradan alınan rəqəmimiz 726 min olacaq. Bu 1 illik artımdır. 2010-dan 2020-yə 10 il edir. Bunu 10-a vuranda edəcək, yəni bunu 10-a vursaq 7 milyon 260 min nəfər olacaq. Bu da 10 illik artımdır. Ümumi əhalinin üzərinə, yəni 60.5 milyonun üzərinə 7 milyon 260 mini əlavə edəcəyik. Yəni 60 milyon 500 minin üzərinə gələcəyik. 7 milyon 260 min nəfər. Buradan alınan rəqəmimiz 67 milyon 760 min nəfər olacaq. Bu da tapşırığın müvafiq olaraq B variantına uyğun gələcək. Sual nömrə 16. Sualımız belədir. Ölkədə əhalinin ümumi sayı 12 milyon nəfər, işsizlik səviyyəsi 25% və işsiz əhalinin sayı 2 milyon nəfərdir. İşləməkdən yayınan əhali isə əmək qabiliyyəti olmayan əhalinin 30%-ni təşkil edir. Ölkədə işləməkdən yayınan əhalinin sayını hesablayın. Ümumiyyətlə biz burada ilk növbədə düsturu bilməliyik. İşsizlik düsturu necədir? İşsizlik düsturunu biz bu cür qeyd edəcəyik. Burada birinci ümumi əhalini yazırıq. Ümumi ölkə əhalisi. Biz bunu 3 kateqoriyaya böləcəyik. Bunlar hansı kateqoriyalardır? Deməli, işləməkdən yayınan əhali, əmək qabiliyyətli və yaxud da əmək ehtiyatı, əmək qabiliyyətli əhali və əmək qabiliyyəti olmayan əhali. Əmək qabiliyyətli əhalinin özünü də biz 2 hissəyə böləcəyik. Yəni işsiz və fəal əhali kimi qruplaşdıracağıq. Deməli, bizdən ümumi əhalini verib. Ümumi əhalimiz nə qədərdir? 12. Və işsizliyin 2 milyon nəfər olduğunu və bunun da 25% olduğunu deyir. Deməli, biz nəyə bilməliyik? Əgər 2 milyon 25%dirsə, əmək qabiliyyətli əhali nə qədərdir? 100%. X-ə də 100% yazacağıq. X bərabərdir 200 bölünsün 25 bərabərdir 8 milyon. Deməli, əmək qabiliyyətli əhalinin sayı 8 milyon nəfərdir. Ümumi ölkə əhalisi 12 milyon, əmək qabiliyyətli əhali 8 milyondur. Yerdə nə qədər qalır? 4 milyon. İndi bilmirik ki, işləməkdən yayınan nə qədərdir, əmək qabiliyyəti nə qədərdir. Amma bu ikisinin cəminin 4 milyon olduğunu bilirik. Beləliklə yazırıq ki, tapırıq ki, bu da 30%dir. Bu, bunun 30%-ni təşkil edir. Deməli, 4 milyona 100%, X-ə də 30% yazacağıq. X bərabərdir 1,2 milyon. Deməli, bunun qiyməti 1,2 milyondur. 4-dən də 1,2-ni çıxanda nə qədər eləyəcək? Tutaq ki, 2,8 milyon. 2,8 milyon da işləməkdən, deməli, əmək qabiliyyəti olmayan əhalidir. Bizdən nəyi soruşur? İşləməkdən yayınan əhalinin sayını. Yəni, bax, bunu soruşur. Doğru cavab 1,2 milyon D variantına uyğun gələcək. Sual nömrə 17. Sualımız belədir. İES-lərin 1 illik ehtiyacı 250 min ton neftdir. Bu ehtiyacın 20%-ni yanar şistlə, qalanını isə torfla əvəz etmək lazım gələrsə, müvafiq olaraq bu yanacaqlardan nə qədər lazımdır? Yəni, şist və torfdan nə qədər lazımdır bizə? Gəlin, buradan qeyd edək 250 mini. Bu 250 min neftləndir. Bunun 20% yanar şistdir. Bunun 20% nə qədər eləyir? Müvafiq olaraq deməli 20-yə vurub 100-ə böləcəyik. Buradan alınacaq 50 min. Aha. Deməli 250 minin 50 minin yanar şistlə əvəz edəcəyik. Yerdə qalan 200 minin də 250 mindən 50 mini çıxacaq da 200 minin də torfla əvəz edəcəyik. Biz yanar şistin 0,3 əmsala malik olduğunu biliriksə və 0,3 yanar şist neftin əmsalı nə qədərdir? 1,5. 0,3 yanar deməli 0,3 1,5-dən nə qədər neçə dəfə azdır? 5 dəfə azdır. Deməli mən bunu 5 dəfə artırmalıyam ki, bunu neftə bərabər edim. Beləliklə bunu vuracağıq 5-ə. 50 mini 5-ə vuranda edəcək 250 min.
Yerdə qalan torfun da əmsalı 0,5-dir. 0,5 də neftdən 3 dəfə azdır. Yəni mən bunu 3 dəfə artırmalıyam ki, neftə bərabər olsun. Deməli, bunu da vuracam 3-ə. Bu da edəcək 600 min. Beləliklə 600 min torf, 250 min yanar şist, toplam 250 minlik neftin əmsalına bərabər olacaq. Bu da tapşırığın müvafiq olaraq A variantına uyğun gələcək. Sual nömrə 18. Gəlin sualdan yaxından tanış olaq. Deyir ki, ölkə əhalisinin sayı 25,6 milyon nəfər, sahəsi 640 min kvadrat kilometrdir. Sahəsinin 4 sm kvadrat göstərdiyi xəritənin miqyasını və əhalinin sıxlığını hesablayın. İlk növbədə biz nə edəcəyik? 25 milyon 600 mini böləcəyik 640 minə, yəni sıxlığı tapacağıq. Buradan çıxacaq 40 nəfər bölünsün kvadrat kilometr. Əslində bundan cavab çıxartmaq mümkündür. Cavab B variantına uyğun gələcək. Çünki başqa variantlarda 40 ilə olan cavab yoxdur. Bəs yaxşı, biz miqyası necə tapacağıq burada? Miqyası tapmaq üçün miqyas bərabərdir. Həqiqi sahə bölünsün xəritədəki sahə düsturuna, kök altında. Beləliklə, kök altında 640 min bölünsün 4-ə. Buradan kök altına çıxacaq 160 min. Buradan da çıxacaq 400 kilometr. 400-ün yanına 5 dənə sıfır atacaq. Bu da tapşırığın B variantına uyğun gələcək. Sual nömrə 19. Sualımız meyillik horizontal sxemlə bağlı olan bir sualdır. Deyir, kəsmə ölçülərinin 40 metr olduğu horizontal sxemdə B və C nöqtələri arasında məsafə 4 sm-dir. Miqyas 1 bölünsün 50 mindirsə, BC-nin meyilliyini hesablayın, müvafiq olaraq hesablayın. Biz B ilə C-nin arasındakı boşluqların sayına baxırıq. Burada 5 dənə boşluq var. Kəsmə ölçüləri 40 metrdirsə, 5-i vuracağıq 40-a. Edəcək 200 metr. Müvafiq olaraq meyillik düsturunu biz nəzərdən keçirək. Meyillik cavablara baxıram, görürəm ki, bizdən faizlə tələb edir. Faizlə bərabərdir. Hündürlük fərqi bölünsün məsafə, vurulsun 100%-ə. Bax, bizim meyillik düsturumuz budur. Müvafiq olaraq meyillik faizlə bərabərdir. Hündürlük fərqimiz 200 metrə bərabərdir. Məxrəcdə məsafəni tapmaq üçün buradan 2 dənə sıfır siləm, qalır 500. 500-ü də 4-ə vuranda edəcək 2000 metrə. Vurulsun 100%. Buradan da meyillik deməli bərabərdir. 200 yanında 2 dənə sıfır bölünsün 2000-ə. Buradan alınacaq 10%. 10% bizim tapşırığın doğru cavabı olacaq. Sual nömrə 20. Sual belədir. Dağın ətəyində 800 metr hündürlükdə havanın temperaturu 16 dərəcə Selsi, mütləq hündürlüyü 2000 metr olarsa dağın zirvəsində Farenheit nə qədərdir? Farenheitlə hesablayacağıq bunu. İlk növbədə ətəyə 800 metr yazacağıq, zirvəyə 2000 metr yazacağıq. Deməli, zirvə ilə ətək arasında fərq 1200 metrə bərabərdir. 1000 metrə əgər 6 dərəcədirsə, 1200 metrə x bərabərdir, 7,2 dərəcə edəcək. Ətəkdə temperatur 16 dərəcə Selsidir. Zirvəyə doğru çıxsa temperatur azalır. 7,2-ni 16-dan 7,2 çıxanda deməli edəcək 8,8. Yəni bizim dağın zirvəsində temperatur 8,8 dərəcə Selsidir. Bizdən də soruşur ki, bəs bu 8,8 dərəcə Selsi neçə Farenheitə bərabərdir? Bunun Farenheitə çevrilmə qaydası belədir. 8,8 vurulsun 1,8 üstə gəlinsin 32 dərəcə. Buradan çıxan cavab da müvafiq olaraq 47,84 Farenheitə bərabər olacaq. Bu da tapşırığın D variantına uyğun gəlir. Beləliklə biz bugün sizlərlə imtahana düşə biləcək potensialı olan ən ağır tipli məsələ suallarının izahı ilə yaxından tanış etdik. İnşallah ümid edirəm ki, xeyirli və faydalı olacaqdır.